Selam. Bu dərsimizdə musiqi əsərini təşkil edən ən kiçik quruluşları öyrənəcəyik və sezurayı təbii olaraq. Nəyə görə quruluş dedim, hissə demədim. Çünki bilirsiniz, hissə biraz nisbətən daha böyük olur. Praktikada əsərin müqayisə edilən dərəcədə böyük olmayan hissəsi quruluş olur. Ona quruluş desək daha doğru olar. Məsələn, submotiv, motiv, hansı ki bu dərsimizdə onu izah edəcəm və həmçinin ibarə, fraza və cümlə, bunlar quruluş olaraq qalsın. Yəni mən quruluş deyəndə daha kiçik bu saydığım birləşmələri nəzərdə tutacağam. Bəs cezura nədir? Bu saydığım musiqi quruluşlarını, hətta və daha böyük hissələri göstərən xüsusi əlamətlər var. Məsələn, pauza, ritmik dayanacaq, harmonik kadans, registrin dəyişməsi ola bilər, tembr dəyişməsi ola bilər. Ola bilsin tonallıq dəyişir və yaxud dinamik rəngarənglik dəyişir. Ya da melodik dalğanın tamamlanması baş verir ki, legatolar bizə kömək eləyir bunları tapmaqda məsələn. Bütün bunlar hamısı sezura sayılır. Sezura dərkən əvvəla aydınlıq gətirim ki, Cesura. bu italyanca belə səslənir. Cesura. Rusca C ilə tələffüz olunur, sezura. Azərbaycan dilində S hərfinə yazılır, sezura. Amma mən sırf bu termini istəyirəm italyanca ifadə edeyim, tələffüz edim. Cesura. Nədir cezura? Əsərin quruluşları və yaxud hissələri, bölmələri arasındakı bölünmə anıdır. Bayaq saydım, bu nə ola bilər? Pauzalar ola bilər, harmonik kadans ola bilər, nisbətən uzun not ola bilər. Nümunələrə baxacağıq, bunların hamısını nümunələrdə göstərəcəm sizə. Dedim bayaq, məsələn, tonallığın dəyişməsi ola bilər və s. Bunları onsuz da nümunələrdə göstərəcəm. Sizə musiqidə ən kiçik quruluşdan başlamaq istəyirəm. Bəzi qaynaqlara görə bu motivdir, bəzi yox. Bir çox qaynaqlarda musiqi quruluşunun ən kiçik, belə deyim, nümayəndəsi motivdir. Amma bununla razı deyiləm və təbii ki, yenə bir çox qaynaqda da bu motivin submotivlərdən qurulduğu, yəni ən kiçik quruluşun əslində submotiv olduğudur. Qısaca olaraq bir ədəbiyyatla müqayisə edeyim, yenə uzunçuluq olmasın. Xatırlayırsınızsa sizə belə bir əsər göstərmişdim, dövlətə bağlılığın əhəmiyyəti. Bunu opera ilə müqayisə eləmişdik, biz elə indi normal kitab kimi də baxa bilərik. Baxın, bu kitab böyük 5 hissəyə bölünür, başlıqları var. Və bu hissələr də, nə demişdik, alt başlıqlarda yenə bölünməyə davam edir. Məsələn, burada bir alt başlıq görürük və alt başlıqlarda nələrdən qurulub? Abzaslardan qurulub. Biz abzası musiqidə nə ilə müqayisə etmişdik? Periodla. Period musiqidə nələrdən qurulur? Cümlələrdən. Bəs abzas nələrdən qurulub? Təşkil olunub. O da cümlələrdən təşkil olunub. Cümlələr bəs nələrdən təşkil olunur? Bu abzasın içində baxırıq, məsələn, sözlər var, bir də söz birləşmələri var. Burada, baxım var burada. Çox var, indi gözünə bu deyir. Başqasının malına, bu bir söz birləşməsidir. Hətta uzadaq, malına və ya canına. Söz birləşməsidir. Nələrdən qurulub? Sözlərdən qurulub. İndi burada ədat var, bağlayıcı var və s. Belə baxanda elə onlar da sözdür, kəlmədir. Musiqidə bəs söz birləşmələri nə ilə müqayisə etmişdik? Frazalarla, yəni ibarələrlə. Onu gələndə izah edəcəm. Cümlə və söz birləşmələrini, frazaları, ibarələri. Bəs bu normal bizim bildiyimiz yazıdakı sözləri musiqidə nə ilə müqayisə etmişdik, nəyə bənzətmişdik? Motivlərə. Belə baxanda ən kiçik element burada sözdür. Amma biz diqqət edin, bax, axı bu sözü biz hecalara ayıra bilirik. Söz özü hecalardan ibarətdir. Baş, qa, sı, nın. Burada 4 dənə heca var. Və hər heca da hərflərdən ibarətdir. Bizim də motivimiz bölünəcək, indi göstərəcəm notda sizə. Submotivlərə bölünəcək, yəni hecalara bölünəcək. Hecaların içində necə ki, burada hərflər var. Bu hərflər nədir? Səslərin şəklidir, işarəsidir. Məsələn, bu A səsinin işarəsidir. Bu I səsinin işarəsidir. Bu S, bu Ş səslərinin işarələridir. Musiqidə də belədir. Gəlin indi sizə musiqi nömrəsi üzərindən göstərim. Mozart sonata nömrə 11 La major. Baxın, bu bir motivdir. Sezuranı nə ilə tapırıq? Təkrarla. Təkrarlıq da özü bir sezura sayılır, yəni bölünmə anı. Quruluş təkrarı var. Sekvensiyadır, bildiyimiz sekvensiya. Bu da sezura sayılır. Həmçinin əgər biz bunu bağlasaq belə, onda nə olur? Nisbətən uzun not. Mən sizə göstərəcəm, nümunələr göstərəcəm sezuralara aid, uzun nota xüsusilə. Uzun nota aid sezuralar var. Burada bir motiv görürük. Bu motivi iki yerə bölə bilərik. Baxın, bu bir heca, bu da ikinci heca. Deməli, bizim sözümüz iki hecadan ibarətdir.
Hər hecanın da içində bax bunda 3 dənə hərf var, yəni not var. Not da bilirsiniz səsin işarəsidir, görsəlidir, şəklidir. Biz onu görə bilirik. Səsi bu şəkildə görmək olur. Bilmirəm musiqişünas olub yoxsa bəstəkar olub, unutmuşam. O deyib ki, musiqiçi əcaib bir varlıqdır. Gözü ilə eşidir, qulağı ilə görür. Bir də deyirəm, gözü ilə eşidir, qulağı ilə görür. Yəni biz musiqini eşidəndə, əgər professional bir musiqiçidirsə, onun notlarını göz qabağına gətirə bilər. Və yaxud notu görürsə, onu eşidə bilər. Biz burada 3 dənə hərf görürük, yəni 3 dənə not görürük. Burada isə 2 dənə, yəni birinci hecamızda 3 dənə hərf var, not var. İkinci hecamızda 2 dənə. Buna submativ deyirlər. Submativlər bəzən gözlə görülür, görüləcək şəkildə bilinir, baxar-baxmaz. Bəzən də gizli olur. Yəni çox ayırd eləmək olmur. Asan ayırd etmək olmur. Bax, misal üçün bu nümunə. Bu bir motivdir. Amma indi hecalara bölsək gərək hər səsi biz submativ olaraq qəbul edək. Bu bəzən qəbul edilmir, bəzən musiqi təhlilində ümumiyyətlə mübahisəyə açıq çox şey var. Kimisinə görə bu submativdir, ikisi birləşəndə motiv olur, kimisinə görə tək-tək bunlar submativdir, bu xanə özü motivdir. Yəni, bayaq göstərdiyim nümunədə olduğu kimi, burada da bir, bax, burada məsələn submativlər açıq bilinir. Bir submativ var, 2 var və 3-cü var, həmçinin burada. Bu birinci submativ, bunun özü ikinci submativ. Bəzən submativlər gizli olur, yəni tapmaq çətin olur. Bəzən ümumiyyətlə olmur. Necə ki, ədəbiyyatda tək hecalı sözlər olur, musiqidə də var. Motivi bölmək olmur. Baxırsan, motivdir, amma bölünmürdü. Uzun sözün qısası, submativ motivin bir hissəsidir. Submativlər birləşir, motiv əmələ gəlir. Bir çox hallarda, əsas məsələyə gəlirəm, bir çox hallarda əsərin ilk submotivi və yaxud motivi əsərin intonasiyasını təşkil edir, yəni o funksiyanı görür. Əsərin intonasiyasını əmələ gətirir, hansı ki, intonasiya nədir? Yəni əsər o intonasiya üzərində qurulur. Amma bəzən əsərlər var ki, orada 2 intonasiya olur, 3 intonasiya olur. Mənim müəllimimin, Aydın müəllimin, Aydın Əzmovun bir nömrəli ilməsində əsərində, prelüdündə belə deyək. Orada məsələn 3 intonasiya var. Biri çariyatda, hicazda, sonra ürfanidə. 3 intonasiya var. Olur, əsərlərdə bir neçə intonasiya ola bilər. Birinci motiv və yaxud submotiv çox vaxt intonasiya təşkil edir. Mən indi sizə intonasiyanın nümunələri də göstərəcəm. Sadəcə hələ ki bir neçə dəqiqə nəzəri məlumat verim. İntonasiya ola bilər, əsərin başqa bir yerində yeni bir intonasiya çıxa bilər. Arda-arda bir intonasiya bitir, sonra yenisi başlayır, sonra yenisi başlayır. Belə ola bilər. Bayaq nümunə göstərdim. Nümunə çəkdim. Aydın müəllimin o əsərlərini ayrıca bir təhlil edəcəyik. Ona görə ora hələ baxmayaq. İntonasiyadan əlavə bir də var siqnal. İntonasiyaya çox oxşuyur. Əvvəl istəyirəm mən sizə siqnal nümunələri göstərim. Çünki sonra intonasiyanı göstərəndə daha yaxşı, aydın olsun. Siqnal nədir? Siqnal çox nadir hallarda 2 dəfə keçir əsərdə. Amma əsasən bir dəfə keçir. O da əsər başlayanda olur. Siqnalın məqsədi nədir? Adı üstündə siqnal, yəni diqqət çəkmək üçündür. Ay cəmaət, əsər başlayır, qulaq asın. Bu harda olur? Kütləvi əsərlərdə, yəni kütləyə xitab edən əsərlərdə ola bilər, kütləvi rəqs bir əsər olur və daha çox rəqslərdə olur. Kim oynayacaqsa onları cəlb eləmək üçün, yəni diqqətini cəlb eləmək üçün. Və yaxud marş oxunacaq. Bax, indi sizə himnlərdən misal göstərəcəm. Himnə hazırlıqdır. Əyləşənlər varsa qalxır, hərəkət edən varsa o dayanır. Bilir ki, indi himn səslənəcək. Və yaxud tamaşa başlayır, siqnal verilir. Əvvəlki ilkin operalarda, ilk ibtidai operalarda uvertura filan olmayıb. Uverturalar sonradan əlavə olunub. Siqnal çalıb, niyə? Bir-birindən danışan insanlar varsa sakitləşsin, tamaşa başlayır. Tək operalarda yox, ümumiyyətlə, adi teatrlarda da. Diqqət cəlb eləmək üçün də ola bilsin, nə bilim, şah, kral, sultan keçəcək, yaxud onun fərmanı səslənəcək, onun üçün də bir siqnal çalınırdı. Göstərəcəm sizə nümunələri. Siqnalın biraz böyük variantı bu fanfar olur. Onun da nümunələrini göstərəcəm. Sadəcə hələ ki bir nəzəri məlumat verim. Var siqnal, var fanfar, giriş, intonasiya, motiv, submotiv. Bugün bunları nümunələrlə sizə göstərim. Gələn dərsimizdə bu motivlərin birləşməsinə filan baxacağıq. Bax elə bax, burada baxdığımız bu bir intonasiyadır.
Niyə? Çünki əsər demək olar ki, əslində variasiyadır, yəni ən azından tema. Bu temanın intonasiyasıdır. Buradan, bax, bu intonasiyadan bu əsər doğub. Buna tez-tez rast gəlmək olur. Burada var. Burada var. Burada var. Bu hissədə var. Hər yerdə, demək olar ki, hər yerdə görə bilirik. Əsərin xarakterini, bax, elə bu ilk submotivdən, bu motivin yarısından, ilk submotivdən, ilk hecadan tutmaq olur əsərin xarakterini. Siqnallarda belə olmur. Siqnallar ola bilər ki, heç əsərlə aidiyyəti olmasın. Bir siqnal çalar, ondan sonra heç, yəni o siqnaldan təyin edə bilmərsən, bu siqnalın arxasınca necə bir əsər gələcək. Bilirsiniz necə bu? Məktəblərdəki tənəffüs zəngi çalır. O zəng, yəni heç aidiyyəti yoxdur. Bu 1-ci sinif üçün zəng çalır, 11-ci sinif üçün mü zəng çalır, kimya dərsi üçün mü zəng çalır. Yəni zəng çalandan sonra fərqi yoxdur. İstər 5-ci sinif, istər 7-ci sinif. Hamı girir sinifinə. Ədəbiyyat dərsi də başlayır, kimya dərsi də başlayır ayrı-ayrı təbii otaqlarda. Yəni deyək ki, 7-ci sinif ədəbiyyatda bir mövzu olur, 8-ci sinif ədəbiyyatda bir mövzu olur. Yəni o zəngin, tənəffüs zənginin heç bir şeyə aidiyyəti olmur. Sadəcə başlanğıcı bildirir ki, dərs başladı. Bəzən isə siqnallar var ki, siqnalın belə növləri var. Əsərin ən azından talanını verir, tempini verir, ritmini verir, xarakterini verir ki, bax indi nə başlayacaq. Məsələn, dövlət himnlərində. İstəyirsiniz elə ilk ən gözəl siqnal və ən gözəl himni mən deyərdim, elə bizim himnimizdir. Bir bizim himnin siqnalına baxaq. Bu siqnaldır. Yəni insanları həm köklüyür də, yəni bu himn oxumağa köklüyür, artıq hazır hala gəlir kütlə. Bu olmasa, birbaşa oxunsa hərədən bir avaz gələr. Burada heç olmasa tanalı verir, kök səsi verir, yəni tonikanı verir, belə deyim. İnsanlar lap musiqiçi olmasa belə özünü instinktiv olaraq, adam var musiqiçi deyil, çox yaxşı musiqi qabiliyyəti var. Ən azından onlar artıq bilir ki, hansı səslə oxunacaq. Lap not bilmir, səs bilmir, amma onu hiss eləyir. Tempini göstərir, xarakterini verir. Bu ağır tempdir, ağır bir himndir. Məsələn, İtalyanların himni belə deyil, o biraz şəndir. Himn demişkən, mən istəyirdim Azərbaycan himni haqqında imtahanlara düşür. Bu himn necə yaranıb, necə ərsəyə gəlib, himni belə bərpa etdim. Himnimizi bərpa edən insan, şəxsiyyət. Bu videonu izləməyinizi tövsiyə edirəm. İnşallah bu silinməz, bu video YouTube-dan. Və də bu bir videonun, burada da məlumat var himnimiz haqqında. Bu ikisini baxmanızı tövsiyə edirəm. İndi başqa himnlərə də biz baxaq. Qardaş ölkəmizin himninə baxaq. Bax, bu da siqnaldır. Siqnal verir. İnsanlar hazırlaşır. Himn oxuyacaq, özlərini hazır hala gətirirlər. Bəzi himnlər var, orada siqnal yoxdur. Mən bayaq baxdım, baxın, İsrail himnində. Birbaşa melodiya başlayır, yəni mövzu başlayır. Bu arada bu heç Yəhudi musiqisi də deyil, İtalyan əsilli musiqidir. Baxın, bu musiqidir. İnternetdə bunu özünüz dinləyirsiniz. Fuji. Fuggi, fuggi, fuggi da questo cielo aspro e duro, spietato gelo. Fuggi, fuggi, fuggi da questo cielo aspro. Bu arada Fuji, fuga bənzərliyi hiss edirsiniz. Elə Fuji qaçmaq deməkdir. Fuga da qaçış deməkdir. Fuji, qaçmaq. Başqa bir himnə baxaq. Çox gözəl bir siqnal var Rusiyanın himnində. Təmiz siqnaldır. Vəssalam. Siqnal əsərdə başqa yerdə keçmir. Çox nadirən olur ki, ortada da var. Mən indi Chopin'dən göstərəcəm sizə nümunə. Keçək klassik əsərlərə baxaq görək orada siqnallar necə istifadə olunub. Bir baxaq. Chopin'in ekspromtudur, do diez minor ekspromtu. Burada gözəl bir siqnal var, buna baxaq. Gördüyünüz kimi, baxın, bu siqnaldan sonra heç təxmin eləmək olmur. Bilmirsən, ağır musiqi başlayacaq, yoxsa cəld musiqi başlayacaq. Sadəcə bir siqnaldır. Niyə? Diqqət çəkir. Mən başlayıram deyir, əsər başlayır.
Siqnaldan sonra bəzən olur bərbad bir əsər çıxır ortaya, bəzən bunun kimi möhtəşəm bir əsər səslənir. Və burada bir təzad var. Həmçinin biz musiqinin inkişaf prinsiplərindən danışanda demişdim, orada təzad var. Yəni əks bir-birinə zidd. Bu iki dənə böyük notdur, ağırdır və onun həmçinin sparçanda çox yüksək səs var, şiddət var. Amma onun ardınca nə gəlir? Kiçik notlar gəlir və hərəkət var. Bu ağırlığın ardından iti bir hərəkət var. Əsəri dinləyirsiniz. Burada bir ziddiyyət daha var. Orta hissə ilə birinci hissənin ziddiyyəti var. Bura çox ağır tempdə gedir. Ağır xarakterli, mülayimdir, lirikdir, majordadır. Yeri gəlmişkən bu arada baxın, bu sezuradır. Niyə? Əməlli başlı faktura fərqi var. Bu böyük notdur, bunlar kiçik notlar. Faktura fərqi sezura olur. Məsələn, pauzalarla demişdim, sezuralar olur. Görürsünüz, burada legatolarla, həmçinin pauzalarla bunlar ayrılıb. Ayrılma anıdır sezuralar. Bunlar da legatolarla ayrılır. Lap legato olmasa da baxar-baxmaz altılıq bu bölünməni görmək olur. Bölünmələr. Təkrar var burada da. Ən azından yazı şəkli təkrar olur. Təkrar. Hərəkət eynidir. Yuxarı, aşağı dalğı var. Sezuralardan sizə demişdim, uzun notla olan var. Məsələn, baxın, burada bir uzun not göstərir. Yəni bu bitişi göstərir. Bundan sonra nə var? Həm tonal dəyişmə var. Bu da sezuradır. Temp dəyişir. Bu da sezura əlamətidir, daha doğrusu. Bunlardan yenə göstərəcəm sizə. İndi siqnallardan başqa nümunələr göstərim. Chopin'in 2 nömrəli sonatası. Bu siqnalla başlayır, amma sonrası fanfara keçir. Fanfara əmələ gətirir, fanfara dönür. Siqnal hissəsinə istəyirsiniz qulaq asaq. Əslində hamısı fanfardır, belə ümumi götürsək. Fanfar nədir? Siqnalın böyük variantı. Göstərəcəm, onun da növləri var. Bu qədərini siqnal hesab eləmək olar, amma əgər burada bitsəydi, burada bitmir və davam edir, ona görə böyümüş siqnala fanfar deyilir. Təmiz siqnal nümunəsi mən sizə tapacağam. Anitranın rəqsində. Çox yaxşı bir nümunədir. Baxın, bu siqnaldır. Təmiz siqnal. Dinləyək. Bax, bu siqnal idi. Dinləyə bilərsiniz bunu istəsəniz sonra YouTube-dan. Önəmli olan bax ilk siqnal idi. Mən sizə dinlətmək istədim. Bunu qısa olaraq YouTube-dan qulaq asaq. Bax bu eşitdiyiniz siqnal idi. Orkestr səslənməsindən daha yaxşı aydın olur. Başqa bir nümunə göstərim. Siqnalı eşitdiniz də, yəni bundan sonra necə musiqi gələcək? Bəlkə tez tempdə olacaq, bəlkə orta tempdə, bəlkə şiddətli. Heç bir təəssürat dəqiq olaraq almaq olmur. Elə bil hansısa əsər bitir, heç başlamır. Bir dənə də belə siqnal var. Adətən siqnallar tək olur, hətta bir səs olur çox vaxt və yaxud 3-5. Burada siqnal var, böyükdür. Bir qulaq asaq. Buna niyə fanfar demirik? Çünki bir melodiya yoxdur burada. Sadəcə bu zəng səsinə oxşuyur. Gördüyünüz kimi əməlli başlı zəng çalır sanki. Bu proqramın mübarək səsi biraz xoş deyil. Başa düşürəm. Amma bu tremolo bilirsiniz, onsuz da zəngə oxşuyur. Eyni səslər, zəng. Bu böyük olsa da bu siqnal funksiyası daşıyır. Siqnaldır bu, fanfar deyil. Fanfar nümunələri sizə göstərəcəm. Chopin'in valsına baxaq. Buradakı ilk səsi siqnal hesab eləmək olar. Baxmayaraq ki, çox qısadır və həmən davamı gəlir. Siqnal saymaq olar ona görə ki, bu əsərin ortasında da tema başlamadan əvvəl, bax bu mövzu burada başlayır. Həmçinin bunlar mövzunun motivləridir. Bu motiv başlamamışdan əvvəl bu kiçicik bir siqnaldır, amma bəstəkar reprizada onu əməlli başlı siqnal kimi uzun trellə verir. Bir əvvəlinə baxaq, ola bilsin eşitməyənləriniz var bu vals. Orta hissə, daha doğrusu reprizaya baxaq. Buradakı siqnal daha yaxşı bariz bəlli olur. Siqnaldır, yəni ki, mövzu başlayır. Hazır olun.
bir kiçik bir duraqlama var. Bir hazırlıqdır. Təbii ki, bu oynamaq üçün nəzərdə tutulmayıb bu vals konsert üçündür. Konsert bilirsiniz, Chopin valsi konsert səviyyəsinə qaldıran bir bəstəkardır. Siqnallar dediyim kimi rəqslərdə daha çoxdur. Hansı ki, yenə deyirəm, bu insanları nəyəsə hazırlamaq niyyəti daşıyır. Diqqət çəkmək üçündür. Bir də sizə siqnal demişkən, bu bəzən qarışdırılır. Beethovenin Egmontu. Bunu elə orkestrlə sizə göstərəcəm, çünki proqramla bu effekt almaq olmur. Bax, bəziləri elə düşünür ki, bu siqnaldır. Bu siqnal deyil. Bu intonasiyadır. Bax, indi keçirik intonasiya mövzusuna. İntonasiyadır. Niyə? Çünki əsərdə, əsərin quruluşunda, əsərin varlığında bu siqnala oxşayan səs onun öz yeri var. Xüsusi bir ağırlığı var onun. Bax, indi biz görəcəyik. Əsərdə çox bariz şey, yəni əsərin əsas elementlərindən biridir, belə deyim. Əsər sadəcə bu intonasiya üzərində qurulmayıb, amma bu intonasiya əsərin əsas intonasiyalarından biridir. Yəni əsas varlığını təşkil edən bir mühüm bir elementdir. Ona görə buna siqnal deyilmir. Siqnal sadəcə başda verilir, hazırlıq məqsədi. Yəni o maksimum nə edə bilər? Temp göstərər, tonallıq verə bilər. Yəni belə, sadəcə hazırlıq məqsəd daşıyır. Amma burada bu eşitdiyimiz bax, bu səsləniş əsərin əməlli başlı xarakteridir. Belə deyim, Beethoven musiqisini çox yaxşı bilən bir insan ilk dəfə olaraq bunu eşitsə, o həmin dəqiqə bilər ki, bax, bu Beethoven əsəridir. Çünki burada onun dəst xətti var. Onun intonasiyası var. Əsərin intonasiyası var. Çünki diqqət edin, baxın, burada yenə keçir. Siqnal bir dəfə olur, uzağı iki dəfə. Bayaq Chopin'də. Bu da istisnadır. Niyə görə elə idi? Həmçinin başlanğıcdakı siqnal çox kiçik idi. Bəlkə də tərsinə olmalı idi. Bu uzun əvvəldə olmalı idi siqnal olaraq. Amma bəstəkar indi siqnalı atıb ortaya. Əvvəldə çox kiçik şəkildə onu verir. Siqnalın əsas əhəmiyyəti başda olur, bir dəfə olur. İstisnalar həmişə var, o ayrı məsələ, amma başda olur, bir dəfə olur. Başlanğıc göstərir, hazırlıq, vəssalam. Amma bu hazırlıq deyil, bu siqnal deyil. Bu eşitdiyimiz, bu intonasiyadır. Burada da var, yenə göstərirəm, sonra baxın, burada da var. Burada da həmçinin yenə var. Görün neçə dəfə təkrar olur. Nidadır. Bax, təkrar neçə dəfə var. Burada da var. Çox var. Late intonasiyadır bu. Təkrarlandığı üçün late intonasiya deyirlər. Burada da var. Bu sanki Tanrının əmridir. Bax, bu intonasiya. Eyni zamanda bu da intonasiyadır. İkinci intonasiya. Bəs bu nədir? Bu da yer üzündəkilərin, yəni insanların duasıdır, yalvarışıdır. Səmadan gələn mesaj, göylərdən gələn mesaj və yerdəki aciz varlıqların, cılız varlıqların duası, yalvarışı. Sonra yenə səmadan mesaj gəlir, tapşırıq, uyarı gəlir. Bu şəkildə. Nəysə, bu əsər üzərində çox durmayaq. Bu Beethovenin 3 uverturasından biridir. Ümumiyyətlə deyim, uvertura işləməsi sanata formasında olur. Mövzudan çox yaymaq istəmirəm. Mən ayrıca bir janrlar və formalar haqqında bir kurs əməli başlı hazırlayıram. İnşallah ətraflı məlumatlar orada verilər sizə. Davam edək. İntonasiyalara gəldik, deyilmi? Baxaq, intonasiya nədir? Bax, məsələn, bu özü intonasiyadır. Bunlar motivdir. Motivlər. İntonasiya sadəcə submotivdən qurulmur. Motivdən də qurula bilər. Yəni, qurulmaq deyəndə ki, intonasiya bir funksiyadır. Motiv yenə də motivdir. O bəzən intonasiya funksiyası daşıyır. Yəni, görəvi odur. Bu intonasiyadır, deyirik. Motiv var, adi motivdir. Motiv də var, deyirik ki, bax, bu intonasiyadır. Yəni, əsərin ruhudur. Onun özəyidir, cüzərçisi, toxumudur. O toxum ki, torpağa atırsan, bitki oradan yetişir. Bax, intonasiya odur. Siqnal həmin şey deyil. Bu yetər. Bax, bu intonasiyadır. Bunu kim eşitsə, o dəqiqə biləcək ki, filan əsərdir. Yəni, əvvəl təbii ki, bunu eşitmiş olsa, sadəcə bu 5 dənə not yetərli olur. Əsəri tapmaq üçün, tanımaq üçün. Bu özü bir intonasiyadır.
Düzdür, parlaq nümunə deyil intonasiya üçün, amma intonasiya saymaq olar. Bir intonasiyaya keçməmişdən əvvəl üzr istəyirəm. Mən istəyirəm sizə o demişdim, siqnal böyüyəndə bunu gördüm, yadıma düşdü. Siqnallar böyüyəndə fanfar əmələ gətirir. Fanfarı da sizə göstərim. Bax, məsələn bu. Düzdür, fanfarlarda əslində biraz melodiya lazımdır, olsa daha yaxşı olar. Amma olmaya da bilir. Bu fanfardır. Siqnal böyüyüb. Burada nə görürük? Uzun bir not görürük, düzdürmü? Bax, buradan bura qədər bir frazadır. Gələn dərs izah eləyəcəm, hazır görmüşkən deyim. Bu da sezura növüdür. Uzun not, nisbətən uzun not. Uzun not deyəndə yəni durub mütləq elə bütöv not gözləməyin. Çərəyi 8-dir, çərəyi 8-dir və birdən-birə yarım not. Burada bir duraqsama var, bölünmə anı var. Həmçinin bunlarda da, bax, bölünmələr bilinir. Ən azından ritmik bölünmələr var. Onu da xanə göstərir bizə. Buna niyə siqnal deməsək daha doğru olar? Çünki fanfar niyə deyirik? Bu elementi, bu təkrarlanan notları bəstəkar əsərin ortalarında baxın, burada həmin o elementləri işlədib, həmin yöntəmi. Eyni not, eyni səsdə təkrarlanır. Eyni səsdə təkrarlanmalar. Baxın, burada var, milər təkrarlanır, si təkrarlanır, falar təkrarlanır. Elə bil ki, buradan bir əsinlənmə var, bir götürmə var, nəsə götürüb oradan. Başqa bir nümunə, sizə daha yaxşı fanfarlar göstərəcəm. Siqnallardan bir örnək də verim, bu unutmuşam bayaq göstərməyi. Wagnerin Lohengrin operasından Gəlin xoru ya da Gəlinlərin xoru. Bax, bu siqnaldır. Burada siqnalın amacı nədir, məqsədi nədir? Həm burada diqqət edin, ritmi göstərir. Çərək, nöqtəli 8-lik, 16-lıq. İfaçıları buna hazırlayır. Görürsünüz, bunlar əslində yəni xordur. Buranı vokal partiyadır. Bu indi klavye üçün yazılıb, hazırlanıb. Bura oxunur bu hissələr, mövzu. Və siqnalda bunun hazırlığı verilir. Bizim himnimizdə olduğu kimi. Temp verilir, tonallıq verilir. Si bemol majordadır, dominantanı verir. Dominanta da göstərir. Çünki dominanta səslə başlayır. Bu səslə başladığına görə vokal, xor, bu səslə başladığına görə xoru həmin səsə hazırlayır. Faya. Mən sizə fanfar göstərəcəydim. Baxın, bu fanfar möhtəşəm bir fanfardır. Bunu da işiniz çoxunuz bilirsiniz. Bu da Mendelssohn'undur. Toy marşı. Bax, bu fanfardır. Nə olub? Siqnal böyüyüb, biraz fanfar xarakteri verir. Çox möhtəşəm bir nümunə sizə verim fanfardan. Əsl fanfar, yəni. Rossini'nin əsəridir. William Tell operasından Uverturada Liszt aranjman edib. Sonra mövzu başlayır. Və s. Axıra qədər yazmamışam bunu. Bizə lazım olan bu hissəsidir. Fanfar. Dans Macabre. Bu əsərdə qulaq asa bilərsiniz buna. Siqnalla başlayır, bayaq göstərmişdim. Və sonra bu siqnalın davamıdır. Bunun hamısı bir motivdir bu arada. Neçə xanə var? 7 xanə var. Sonra fanfar başlayır. Buradan tema başlayır artıq. Klasik musiqidə fanfarlar var, təbii ki, daha çoxdur. Mən sizə YouTube-dan göstərim. Oradakı həm, məsələn, trombonun səsi ayrı, əsl fanfar, yəni. Baxın bu.
Bu da siqnalın bir növüdür. Yəni siqnal böyüyəndə bu şəkildə fanfar halına gəlir. Cənazə üçündür bu. Bayaqki hücumdur. Hücum fanfarıdır. Bu cənazədir. Bu yuxudan oyatmaq üçündür əsgərləri. Toplamaq üçün. Bir dənə də belə fanfar tapmışam. Barokko musiqisində çoxdur, kifayət qədər çoxdur. Xüsusilə Händelin truba üçün, yəni truba aləti ilə verdiyi fanfarlar çoxdur. Ümid edirəm izah edə bildim fanfar nədir. Siqnalın, o da siqnal funksiyası daşıyır, amma biraz daha böyükdür, melodikdir, daha çox səslənir. Siqnala, fanfara aydınlıq ümid edirəm gətirmişik. Biz intonasiyalara başlamışdıq. Həmçinin bu əsərə baxaq. Daha yaxşı mən intonasiya nümunələri sizə göstərəcəm. Kiçik siqnaldan sonra elə əsərin intonasiyası gəlir. Bax, bu intonasiyadır. Motiv, kiçik bir motiv intonasiyanı verir. 4 dənə səs. Demək olar ki, həmin intonasiyadır. Fanfar örnəyi kimi buna baxaq, fanfar kimi. Tema buradan başlayır, amma bunun girişi sanki bir fanfardır, çağırışdır. Görürsünüz, tema ilə əlaqəsi yoxdur o qədər də. Sizə belə bir fanfar örnəyi göstərim. Dəhşət, bu proqramla Chopin göstərmək biabırçılıq olur. Bunu sizə YouTube'dan dinlədim. Bura qədər fanfar, giriş. Bura artıq temadır. Chopin fanfarı özünə məxsus şəkildə verib, bu fortepiano üçün əsərdir. Yəni fortepianonun imkanlarını da nəzərə alıb, təbii ki, məsələn, trombonda bunu versə, akord verməz bu şəkildə. İntonasiyana misal olaraq Aydın müəllimin prelüdünü göstərim sizə. Bu motivdir. Buradan bura qədər. Burası submotivdir. Bu submotiv eyni zamanda əsərin intonasiyasıdır. Siqnal deyil, intonasiyadır. Çünki sonra yenə davam edir və indi əsəri tam yazmamışam. Mən Aydın müəllimin əsərlərini ayrıca təhlil eləyəcəm inşallah. Ona görə bu əsəri, hələ ki nəinki bunu Aydın müəllimin başqa əsərlərini də burada göstərmirəm. O ayrıca bir tədqiqat obyektidir bu əsərlər. Burada nə var? Baxın, bu submotiv, bu intonasiya əsərin ümumi fikrini oluşturmağa kömək edir. Sadəcə bu intonasiya yoxdur təbii ki. Amma bu özü bir intonasiyadır. Buna bir də qulaq asaq. İntonasiya. Gözəl bir intonasiya nümunəsi sizə göstərirəm. Əvvəl basla gedir, ritmik intonasiyadır. Bu da ritmik intonasiyadır. Bir növ biraz siqnal kimi başlayır sanki. Siqnal deyil, əslində sadəcə bir başlanğıc. Bax, bu intonasiyadır. Bunun özü hamısı bir motivdir. Biz nə demişdik? Sezuralar necə ola bilər? Böyük bir notla, uzun notla, qismən uzun not. Görürsünüz, bax, bunlar ayrılma yerləridir. Bu bir motiv, 2 motiv, 3 motiv,
Hərçənd ki, bu bunun quyruğudur. Yox. 3 motiv. Bax, bunlar hamısı motivlərdir. Və intonasiyadır bu ilk səslənən bu 3 dənə not. Bu birinci intonasiya. Təbii ki, burada 2 intonasiya var. Bu da intonasiyadır. İntonasiyanı sadəcə submotivlər əmələ gətirmir, motivlər də əmələ gətirir. Burada gördüyümüz bir motivdir və intonasiya funksiyası daşıyır. Çox gözəl intonasiya nümunəsi Appassionata, Beethoven 23-cü sonata, A minor. Baxın, bu 3 dənə not intonasiya əmələ gətirir. Bu legaldır, bunu saymırıq. Qulaq asaq. Bəs eləyir. Bu bir motivdir. Bu ikinci motiv. Bu üçüncü motiv. Hətta bu da dördüncü motiv, beşinci motiv və s. Bizim birinci motivimiz əsərin intonasiyasıdır həmçinin. Yenə çox gözəl bir intonasiya nümunəsi. Bax, Toccata Fuga Re minor. Bax, bu not Mardin yazılıb. Tək olsa da bayaq Chopin'da göstərmişdim siqnal kimi. Bu siqnal deyil, bu artıq əsərin, bu da intonasiyasıdır. Çünki bir neçə dəfə gedir. Bax, sadəcə bu intonasiyadan bu əsəri bilmək olur. Başqa notlara ehtiyac yoxdur. Bir dənə bax bundan. Bitdi. Bax, bu intonasiyadır. Belə şeylərə intonasiya deyirlər. Bu siqnal deyil. Yenə. Həmin intonasiyanı yenə eşitdik, bir də eşidəcəyik. Burada yeri gəlmişkən sezuralara baxın, pauzalarla bölünüb. Fermata pauzalarla sezuralar ayrılıb. Submotiv birləşib, bu bir motiv olub. Bu 2 motiv. Bu da 3 motiv. Burada 3 dənə motiv var. 6 dənə də submotiv var. Birinci submotivimiz, həmçinin ikinci submotivimiz. İkisi də intonasiyadır. Bu da intonasiyadır. Və onun variantını eşidirik, versiyasını. Və s. Bunu sizə demişdim. Burada yenə təkrarı gəlir. Bu əsəri yenə deyirəm, ayrıca başdan sona təhlil eləyəcəm. Bir dənə də intonasiya. Baxın, bu da intonasiyadır. Bura qədər. Bu intonasiyadır. Həmçinin submotivdir. Aşağıdakı da submotivdir. Bunlar birləşir, bir motiv əmələ gətirir. Bax, bu bir submotiv. Bu da bir submotiv. 2 submotiv birləşir, bir motiv əmələ gətirir. Sonra burası bir motivdir. Bunun özü buradan bura qədər bir motivdir. Bu əsəri bilirsiniz. Bax, bu bir motiv, sonra ikinci motiv, üçüncü motiv. Həmçinin buna nə deyirlər? Fraza. Təkrar başlayır. Biz nə demişdik? Sezuraların növlərindən biri də təkrardır. Təkrar başlayırsa deməli bir bölünmə var. Bura qədərinə biz fraza deyirik. Və sonra başlayır ikinci fraza. Beləcə davam edir. Bunu da ayrıca bir dərsdə geniş izah eləmək olar. Daha doğrusu analiz eləmək olar. Təhlil eləyərik. Məsələn, rondo dərsində. Çünki rondodur. Bir dənə ritmik intonasiya göstərmək istəyirəm. Bu da adətən rəqslərdə olur. Məsələn, baleroda var. Bu habaneradır. Bu da ispan rəqsidir. George Bizet Carmen'dən. Bunun bir bənzəri Fikrət Əmirovda da var. Dilbərin ariyasında, Sevil operasında. Buna da nə deyirlər? Ritmik intonasiya. Bir intonasiyada Füzuli kantatasını göstərim. Cahangirovun. Bu yəqin ki, tamlıq yaratmaq üçün bəstəkar boş qoymaq istəməyib, amma başlanğıc buradandır. Çünki eşitmisiniz bunu yəqin ki. Şəbi hicran, bax, şə hecası buna düşür. Şəbi hicran. Şəbi hicran. Şə bura düşür, bura düşmür. Demək başlanğıc buradır, son budur. Biz buna siqnal deyə bilərik, məsələn, çünki başqa bir amacı yoxdur. Amma bunu, bax, bu
bütöv notu. Bu birisi bütöv notlarla qarışdırmayaq xahiş edirəm. Çünki bu bütöv notlar bitişi göstərir, bitir. Heza burada bitir. Şə, bi, hic, ran. Burada söz bitir. Burada da həmçinin. Bunda da həmçinin. Amma buna siqnal deyək. Bunun başqa adı yoxdur. Bunlar da motivlərdir. Baxın, nə ilə bölünür? Sezuralarımız nədir? Böyük notlar, uzun notlar. Görürsünüz, uzun notlar var. Sezura növlərindən biri. Başqa əsərə baxaq. Figaro'nun toyu. Bu da intonasiyadır, motivdir. Mən davamını silirəm, sadəcə bu 4 dənəsini dinləyək. Bu uvertura demək olar ki, bu intonasiya üzərində qurulub. Bir də bu ikinci intonasiyadır. Sonra baxın, bu intonasiyanı biz başqa harda görürük? Əsərin davamında. Burada gedir, aşağıda gedir. Siqnal deyil, intonasiyadır. Siqnal əsərə o qədər də deyirəm, yenə deyirəm, aidiyyəti olmur. Sadəcə hazırlayır. Amma intonasiya, görürsünüz, bax, əsərin quruluşunda, əsərin varlığında onun böyük əhəmiyyəti olur. Bu əsərin toxumudur, çəkirdəyidir, özəyidir. Və yaxud bildiyiniz yenə bir başqa nümunə göstərim. Türk marşı. Bu bir intonasiyadır. Hətta sizə deyim, bu ikinci bölmə ki var. Bu da demək olar ki, bunun üzərində qurulub. Diqqətlə baxsaq, La'dan do'ya gediş var. Burada da La, Si, Do. Sadəcə tonal dəyişir. Do diyez olur. Uzun sözün qısası bu çox önəmli bir intonasiyadır. Siqnal deyil. Bu 4 dənə not. Bu da bir intonasiyadır. Schubert'in serenadasından. Əvvəl ritmik intonasiya gəlir. Burada əsərin xarakteri bax buradan görsənir. Bu da intonasiyadır. Baxaq. Burada sezuramız nədir? Pauzalar. Çox vaxt pauzalarla olur ya da belə uzun notlarla. Uzadılmış notlar xüsusilə burada. Cümlənin ya da frazaların sonunda olur. Adətən belə uzun notlar. Bu bir intonasiyadır. Bura baxaq. Bax, intonasiyadır. Siqnal deyil, başqa bir şey deyil. Əsərdə çox gedir və əsərin əsas fikirlərindən biridir. Başqa intonasiyalarda olur təbii ki. O demək deyil, əsər elə bu intonasiyada başladısa, hər hansı bir əsər o intonasiyalarla da davam edir, elə deyil. Mən sadəcə sizə ən bəlirgin olan çox vaxt başlanğıcda olur və o intonasiya əsərdə ağırlıq təşkil edir. Əsas fikir onunla gedir. Bax, burada görürük bunu. Bu la quyruqdur, heç əsas budur. Burada da uzun notla biz sezuranı ayıra bilirik, bax, uzun notlarla. Həmçinin xanələr və dinamik təkrarlar, həm də ritmik quruluşlar. Üçlü 8-lik, nöqtəli çərək, 8-lik. Onu yenə görürük. Üçlü 8-lik, nöqtəli çərək, 8-lik. Belə bu şəkildə burada motiv bitir, yenisi başlayır. Bu şəkildə biz bölmələrə ayıra bilirik, quruluşlara ayıra bilirik sezuralar. Baxın, burada da sezuralar pauzalarlandır. Gələn dərsimizdə də sizə bunları göstərəcəm. Cümlələrdə, frazalarda. Sezuranı ümid edirəm başa düşməyən qalmadı. Yəni bölgü deməkdir. Quruluşlar ya da hissələr arasında bölünmə anıdır. Bax, göstərirəm. Pauzalarla var, uzun notlarla var. Dinamik işarələr burada bizə yenə bax, təkrarını göstərir. Piano, crescendo, forte, diminuendo, piano. Yenə. Bu piano da bitdiyinə görə bu da piano sayılır. Diminuendo, forte, üzr istəyirəm, crescendo, forte, diminuendo, mezzo piano. Demək olar ki, təkrarlıq var. Burada baxın, vilka gəlir və nəhayət bir dinamik işarə əmələ gəlir. Bu da həmçinin kiçik bir, bəzi əlamətlər əsas əhəmiyyətlidir, önəmlidir. Bəzilərdə kiçik yardımcı əlamətlər var. Bu dinamik işarələr məsələn o qədər çox əhəmiyyətli deyil, amma hərdən lazım olur. Gördüyünüz üzrə sonunu nəzərə almasaq, burada biraz improvizə, bax, biraz yaxşı mənada hoqqa verib. Əsər demək olar ki, bu birinci intonasiyanın üzərində qurulub. Buranı silim, sadəcə buna qulaq asaq. Bax, bu bir motivdir. Submotivlər var. 2 dənə submotiv var. Amma özü bir motivdir.
İntonasiya submotivdən qurulmayıb, yetərli gəlmir. Amma motivdə artıq intonasiya tam bəlli olur. Bir də deyirəm, submotivdə intonasiya o qədər da istəyirsiniz bunun bir tərəfini də silim. Təkcə buna qulaq asaq birinci submotivə. Əslində verir, intonasiya var, amma tam deyil. Tamlıq burada əmələ gəlir. Bax, intonasiya tamlığı indi əmələ gəldi birinci motivdə. Və elə demək olar ki, bu intonasiya ilə bir xeyli davam edir. Burada pauza yoxdur, uzun not yoxdur. Bəs deyə bilərsiniz, məsələn, burada biz sezuranı hardan bölə bilərik? Birincisi, təkrar belə quruluşlar var. Buradan ən azından submotivləri görmək olur. Dörtlü 16-lıqlar, 16-lıq, 4 dənə 16-lıq, 4 dənə 16-lıq. İkincisi, baxın, birinci notlar motivlərdə yuxarıdan başlayır. Motiv burada başlayır, o biri burada başlayır. Bu qismən yuxarıdadır. Bu aşağıdan başlayır. Daha da önəmlisi, akordlar bunun harmoniyasını tutmaq olur. Harmoniyanı da qoyaq bir tərəfə, bəlkə çoxunuz bilmirsiniz. Lap tutaq ki, nəzəriyyəni də akordları da yaxşı bilmirsiniz. Baxın, burada do, la, si, do. Demək ki, burada tamamlanır. 4 xanəmiz. Bunun özü bir sezuradır, bölünmə əlamətidir. Do'dan başladı, la, si, sonra gəldi, do'ya qayıtdı. Sonra kanallar burada dəyişir, yönəlmələr var və s. Biz bunu da istəsəniz analiz edə bilərik. Bəlkə polifonik formaları izah edəndə Foucault'un filan. Onda buna baxarıq. Sağlıq olsun, unutmasam. Burada nə gördük biz? Harmonik sezura gördük. Bölünməni biz harmoniyadan tapdıq, akorddan. Akorda baxmadıq, amma məsələn burada bu səsləri yıxsaq tonika üç səslisini alarıq. Tamam mı? Yəni akord, harmoniya o mənada demək istəyirəm. Burada subdominant akord, burada hiss olunur ki dominant, çünki si bekar var. 7-ci pərdə var. Belə deyək, tonika, subdominant, dominant, qrupu akord, sonra yenə tonikaya gəlir. Bu şəkildə. Burada bir harmonik dövriyə var. Gələn dərsimiz onsuz da bu dərsin davamı nitəliyindədir, yəni davamı sayılacaq. Ümid edirəm siqnal nədir? Siqnalın böyük şəkli biraz onun bir növ əslində fanfar, o nədir? Sonra intonasiya nədir? İntonasiya ilə siqnalın arasındakı fərq nədir? Həmçinin submotiv nədir? Motiv nədir? Onlara aydınlıq gətirə bildim. Onsuz da gələn dərsimizdə yenə motivlərə baxacağıq. Bax, bunlar motivlərdir. Motiv yəni ki, söz, musiqidəki sözlər. Pauza da önəmlidir. Motivlərdə, bax, bu sezurada pauza demişkən, motiv nümunələri mən severim. Bax, elə bu motivdir, bu motivdir, bu motivdir. Bu motivdir. İndi qulaq asacağıq buna, siz yadınızda saxlayın. Burası bir motiv. Bu bir motiv. 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 Söz yəni. Bu əsərin başqa hissələrinə baxaq, başqa bölmələrinə. Baxın, bu bir motivdir. Bu bir motivdir. Bura qədər bir motivdir, hətta bunu bölə bilərik. Motiv yəni ki, söz, yenə deyirəm. Ədəbiyyatda söz nədirsə, musiqidə də motiv odur. Məsələn, bilgisayar. Bu sözü eşidəndə bizim beynimizdə bir nəsə formalaşır, canlanır. Biz bilirik nədir bilgisayar. Başqa məsələ ki, bilgisayarı hecalara bölə bilərik. İçində bu mürəkkəb sözdür, içində başqa sözlər var. Bil var, bilgi var, say var, sayar var. Bilgi, sayar, iki söz var. Daha çox söz var əslində, amma birləşdiririk, ortaya bir bilgisayar əmələ gəlir. Bir fikir ortaya çıxır. Motiv də odur. Bilgisayar ekranı. Bax, bu olur fraza, ibarə. 2 dənə motiv birləşdi artıq. Ekran, bilgisayar. Bax, burada gördükləriniz də motivlərdir. Sizə dedim. Motiv çox çətin bir mövzu deyil. Frazalar da çətin deyil. Əslində heç biri çətin deyil. Bura baxın, bu bir motiv. Bunu göstərdim sizə. Yeri gəlmişkən variasiyalar dərsində bu əsərdə ayrıca təhlil edəcəyik. Belə bir dənə əsər tapdım. Baxaq buna, görək nədir. Çox yaxşı. Baxın, bu intonasiyada. Bir intonasiya da burada var. Əsər bu intonasiyalardan qurulub.
submativ, submativ. Bu ikisi birləşir. Burası bir motiv, bu bir motiv və submotivlərdən bunlar motiv, motiv, motiv və s. Motiv sözdür. Sözün hecaları da submotivdir. Burada baxaq nə var? Kimindir bu? Baxın oğlunundur. Bu bir motiv, bu da bir motiv. İçində nə var? 3 dənə submotiv var. Bir submotiv, həmçinin bax bu intonasiyadır. İkinci submotiv, üçüncü submotiv. Burada da 2 submotiv var. Bu 1, bu 2. Bölünür, baxın, bölgülər aydın görsənir. Bir submotiv, 2 submotiv deyə bilərik buna. Bölgülər aydın şəkildə görsənir. Buranı niyə bölmürük? Çünki elə bu da doğdu, bu da doğdu. Ona görə bunun hamısı bir submotivdir. Başqa görək nə var? Bu Anna Magdalena, baxın, not dəftəridir. Oradakı əsərlərdir. Bariz görsənənləri sizə göstərmək istəyirəm. Baxın, bu intonasiyadır. Burada nə gördük? Uzun notla bölünmüş bir sezura. Bax, bura sezuradır. Sezura nədir? Yəni, nəfəs duracaq yer, ayrılma, bölünmə, istirahət bir növ, astanovka, necə deyim. Sezura işarətinin özü budur olmağına. Amma bu olmasa da, yəni formal olaraq biz bunlara bölünmə yerləri deyirik. Əgər bu işarə olsa, əməlli başlı dayanmaq lazım olur. Necə ki, yol hərəkəti qaydalarında o stop işarəsi olur. Fərqi yoxdur, piyada oldu, olmadı, maşın oldu, olmadı. O stop işarəsi varsa mütləq bir dayanmaq lazım olur. Bax, bu sezura, tik və yaxud komma işarələri. 2 qat sezura var burada. Daha qabarıq. Görürük. Bunlar duraqlama, bir nəfəsdir. Bu komma, məsələn, vokal əsərlərdə daha çox istifadə olunur. İfaçının bir nəfəs alması üçün, oxuyanın, vokalistin nəfəs alması üçün. İşlevsəllikləri, yəni nə üçün nəzərdə tutulduqları eyni məqsədə qulluq edirlər, belə deyim. Təxminən oxşardır. Tik həmçinin. Belə, burada uzun notlu bir sezura gördük. Bu əsərlərin əksəriyyətini baxıram, belə baxıram, istifadə eləyəcəyik. Təhlil eləyəcəyik, analiz eləyəcəyik. Təhlilə istifadəyə, yəni təlim üçün, öyrənmək üçün əlverişlidir. Rahat əsərlərdir. Düşünürəm ki, bu qədər yetərlidir. Onsuz da bundan sonraki dərsimiz bizim fraza, yəni ibarə və cümlələr olacaq. Orada da yenə motivlərə baxacağıq, sezuralara baxacağıq. Siqnal görsək, ona baxacağıq, intonasiyaya baxacağıq. Yəni bu dərsi onsuz da bir sonraki dərsimizdə bir toparlayacağıq, həm də təkrar eləmiş olacağıq. Hələ ki bu qədər. Bu dərsin davamında görüşərik inşallah.